hansısa bizə həmin o çətin vaxtda bizə kömək edənlərdir. Biz o Bizdə çörəyimiz oradan çıxır. biz o insanları böyük yüksək dəyərləndiririk. Mən hər zaman deyirəm, yəni çətin anında yanında olan insanlar hər zaman davam etmək istəyirsən. Təbii ki, onun da çətin anında mən onun yanında olmağa çalışıram. Ona da maddi olaraq. Amma fiziki imkanlar da imkan verilməlidir. Məsələn, son anda başladığınız bir işə mən məsəl üçün tutalım, çəpər sifariş verilir, məsəl üçün stadionların əhatəsinə. Belə bir sifariş gəlir. Bunu bir anda istəsəz belə olmur. Amma işi o mərhələyə qədər yuvadıb, son anda istəyirlərsə, adi bir elementar bir səhvlik olmuşdur müştərimiz tərəfdən. Məsələn, sifariş verir, mən mütləq 2 hündürlüyünü soruşdum ölçü vahid olaraq. Müştəri inadla hündürlüyü demək istəmədi, sadəcə ölçüləri verir. Nəticə bilirsiniz nə oldu? Biz məcburən təchizatımızı elədik. Sifarişi oldu mu, biz icra edirik. İcra elədik, sonra baxdılar ki, sağlanma əmələ gəlir. Yəni, demək ki, hündürlük, toxunuş fərqində, məsəl üçün, hündürlüyün əhəmiyyəti var. Çünki hansı istiqaməti şamil olacaq, hansı istiqaməti üfüqü, bunu biləndə biz ona görə təminat edirik. Bəlkə də o həmin vaxt bildirilsəydi, bəlkə də... İnanın ki, sübut olaraq da danışıqlarımızı göstərdim ki, yəni baxın, mən sizə bildirmişdim. Nəticə nə oldu? Nəticə zərərə ortaq oldu müştəri məmnuniyyəti üçün. Ancaq müştəri də, yəni nə qədər sübut eləsək də, görmək istəmədi yanlışı. Biz daha sonraki əməliyyatlarda müştərini, yəni xoşluğa uzaqlaşdıq belə deyək o müştəridən. Çünki anlaşmaq çox önəmlidir. Təchizat komandası ümumiyyətlə çalışır, dostluq, empati qurmalıdır. Əgər sizin işiniz çox təcilidirsə, mən bunu anlayıb ona görə reaksiya verməliyəm. Bizdə normalda standart sifarişlər əməkdaşlar icra edir.